Mən Abbasova Dilarə Cəbrayıl qızı əvvəl uşaq vaxtlarından şirniyyata çox marağım olub. Həmişə anama köməklik edirdim şirniyyat bişirməyində. Sonra get-gedə bu məndə çox maraq yaradırdı. Axır ki, bu yaşda sənədlərimi verdim Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə. Qənnatçı şirniyyatçı ixtisası üzrə mən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həm nəzəri, həm praktik biliklərimi artırdım. Hələ təhsilimi davam etdirərkən bir neçə yerdən iş təklifi alsam da, ancaq özümü sahibkar kimi görmək istədim. Mən artıq arzumu reallaşdırdım. İndi sahibkaram, həm şirniyyat bişirirəm, həm satışını edirəm, həm də müştərilərə xidmət edirəm. İşimdən məmnunam. Gənclərə də peşə təhsili almağını tövsiyə edirəm. İnsan həyatının istənilən mərhələsində özünü inkişaf etdirər, yeni bacarıqlar qazanar və sevdiyi işə başlaya bilər. Mən də bu yaşdan sonra peşə təhsili almağa qərar verdim və bu qərar mənim həyatımda yeni bir səhifə açdı. Mənim uğuruma gedən yolda peşə təhsili və dual təhsil modeli möhkəm təməl oldu. Təhsilin yaşı yoxdur, mən bunun canlı nümunəsiyəm.